Evlilik yalnız iki insanın değil, iki ailənin də birləşməsi sayılır. Amma sual hələ də açıq qalır. Yeni evlənənlər öz evində, yoxsa valideynlərlə birlikdə yaşamalıdır? Məsələ ilə bağlı vətəndaşların fikirləri göründüyü kimi fərqlidir. Yəni, ailə içi yaşamağı üstün bilənlər də var, evləndikdən sonra cütlüklərin tək qalmalı olduğunu deyənlər də. Psixoloq Könül Həsənovanın sözlərinə görə, yeni qurulan ailələrdə tək yaşamaq münasibətləri möhkəmləndirir. Problemlərdən, çətinliklərdən ən yaxşı necə çıxmaq olar onu anlayırlar. Doğru qərar verməyi bacarırlar və yad iki insanın biz olmasını qazanırlar. Məsuliyyət hissi formalaşır. Aralarında bir mübahisə düşdüyü zaman öz aralarında onu həll etməyi bacarırlar. Könül Həsənova bildirir ki, gənclərin ata-ana ilə birlikdə yaşaması onlarda məsuliyyət hissini formalaşdırmır. Bu isə sonradan daha dərin problemlərə yol açır. Arxayın olur ki, mənim görəcəyim işi ailə üzvlərimdən kimsə edər. Bir mübahisə düşdüyü zaman iki insanın arasında düşən mübahisəyə növbəti insanların müdaxiləsi həmin mübahisənin böyüməsinə və iki nəfərin arasında olan emosional bağın soyuması, bəzən isə ümumiyyətlə qırılmasına səbəb olur. Öhdəliklərini anlamırlar. Valideyn olduqları zaman uşaq tərbiyəsini, övlad böyütməyin məsuliyyətini anlamırlar. Müsahibimizin fikrincə gənc cütlüklər valideynlərlə eyni evi bölüşərkən belə öz sərhədlərini müəyyənləşdirməlidirlər. Mütəxəssislər bildirirlər ki, bəzən gənc cütlüklərin bu seçiminə də valideynlər tərəfindən müdaxilələr edilir. Yəni onların tək yaşamaq istəkləri qısıqlanır. Bu isə gələcəkdə xüsusən boşanma hallarının artmasına səbəb olur. İlham Əkərəyeva, Kamran Mirzəyev, Xəbər Ertəsi.